Deyir ki, həyat yoldaşı, yəni ər öldükdən sonra onun adına olan ər arvadın adına mı keçir? Yəni ev arvadının mı adına keçir? Yoxsa uşaqlar az yaşlıdır, yoxsa onlara mı qalır? Necə olur proses? Tutaq ki, adla deyək, dinləyicilərimizə daha belə deyim də aydın olsun. Tutaq ki, Vəli adlı bir şəxs vəfat edir və bu Vəlinin tutaq ki, arvadı var, 3 dənə də uşağı var. Bəli. Uşaqlar da az yaşlıdır. Fərqi yoxdur. Yaşın heç bir əhəmiyyət kəsb eləmir bu vəsəlik münasibətində və yəni uşağın 50 yaşı da olsa, 1 yaşı da olsa eyni belə deyim, hüquqlara malikdir. Və tutaq ki, bir anası da var. Ümumiyyətlə, əgər vəsiyyətnamə yoxdursa ölən şəxs tərəfindən, mülki məcəllədə vərəsələrin növləri var. Bəli. Mərtəbələrdən bölünür, yəni dərəcələri var. Birinci dərəcəli vərəsələr sayılır ər və yaxud arvad, uşaqlar, ata-ana. Yəni bacı-qardaş artıq ikinci dərəcədir. Və qanun deyir ki, ölən zaman birinci dərəcədən əgər bir nəfər belə sağ olsa, əmlak hamısı ona çatır. Məsələn, təsəvvür edin ki, adamın ölür və ancaq tutaq ki, bir uşağı var. Arvadı da yoxdur və yaxud rəhmətə gedib və yaxud ata-anası da həyatda deyil. Bir uşağı varsa, bütün əmlak həmin uşağa qalır. Artıq ikinci dərəcədə bacı-qardaşa heç nə düşmür. Amma birinci dərəcədə biz gördük ki, sadaladıq. Arvad da var, uşaqlar da var, ata-ana da var. Belə olan halda, əgər həmin evlilik dövründə alınıbsa, o evin yarısı avtomatik gedir arvada. Xanımına. Xanıma. Digər yarısı, bu Ailə Məcəlləsində arvad yazılıb, ona görə xanımlar əsəbləşirlər arvad yazılıb, amma qanunda belə yazılıb. Yarısı gedir arvada, digər yarısı isə yenə arvad, tutaq ki, 2 uşaq, anası varsa 4 yerə bölünür. Belə deyim. Və yaxud desəydik ki, məsələn, 2 arvadı yoxdur, anası yoxdur, 2 övladı varsa ikisi arasında, 2 oğlu arasında ta ki bərabər bölünəcəkdir. Yəni avtomatik olaraq burada xanımının adına keçmə ehtimalı var mı? Yəni ev birbaşa ər vəfat edib, birbaşa xanımın adına keçsin. Xeyr, onun üçün gərək digər vərəsələr, yəni o övladlar və ölənin anası buna yazılı razılıq versinlər, imtina etsinlər öz paylarına notariusda.